Mən öz tədbirimi kiçik bir şeirlə bitirmək istəyirəm. Xocalım şəhid elim, susubdur sənsiz dilim. Əgər səni unutsam, doğranım dilim. Bugün bir dənə də nə qədər biz qəmli olsaq da bu sözü 33 ildən sonra sevindirici şəkildə deyə bilərik. Artıq bizim Xocalımız azaddır. Ulu öndərimizin varisi olan prezidentimiz İlham Əliyev ilk öncə də Xocalı aeroportunun tikilməsinin əmrini verdi. Xocalda aeroport tikilir, məktəblər tikilir, yenidən Xocalımızda canlanma var. Bugün Xocalda məktəblər tikilir. Əsl Xocalı sözün indiyə kimi utana deyirdik. Çünki biz o insanların qarşısında utanırdıq. Lakin bugün az da olsa gürültüsüyle deyirik. Terror şəhidlərimizin sayəsində bizim Xocalımız azaddır. Allah şəhidlərimizə də rəhmət eləsin. Xocalının da şəhidlərinə bir daha rəhmət diləyək. İndi də sözü verək uşaqlara. Uşaqlar Xocalı haqqında öz şeirlərini desinlər.